Salam. Bugün sizinlə Ramazan ayı və şəkərli diabet mövzusundan danışacağıq. Uzun müddətli aclıq zamanı ikinci tip şəkərli diabetli pasiyentlərdə hiperglikemiya, yəni qan şəkərinin normadan çox yüksəlməsi, hipoglikemiya, yəni qan şəkərinin normadan aşağı düşməsi, dehidratasiya, yəni bədənin susuzlaşması və tromboz halları baş verə bilər. Odur ki, Ramazan ayında oruç tutmaq niyyətində olan ikinci tip şəkərli diabetli pasiyentlər Ramazan ayının öncəsindən də həkim endokrinoloq qəbulunda olub təlimatlandırılmalıdır. Ramazan öncəsi təlimin ağır hipoglikemiya hallarını azaltdığı göstərilmişdir. Ramazan ayında oruç tutmaq istəyən diabetli pasiyentlər üçün Ümumdünya Səhiyyə Təşkilatının verdiyi bir sıra tövsiyələr vardır. Birincisi, Ramazan ayında qan şəkəri daha tez-tez yoxlanılmalıdır. Belə ki, şəkərlər sahurdan 2 saat sonra, günorta saatlarında, iftara 1-2 saat qalmış iftarda, iftardan 2 saat sonra və pasiyentin özünü pis hiss etdiyi bütün hallarda yoxlanılmalıdır. Onu da qeyd etmək istərdim ki, qan şəkərinin yoxlanılması orucu batil etmir. Növbəti tövsiyəmiz pəhriz təlimatıdır. Belə ki, pasiyentlər tərəfindən sahur unudulmamalıdır. Sahurda istifadə olunan qidalarda bəsit karbohidratlara üstünlük verilməməlidir. Çünki sadə şəkərlər mədə-bağırsaq traktından qan damarlarına sorularaq şəkərin ani olaraq çox yüksəyə qalxmasına səbəb olur. Bu cür şəkərlərə tərkibində ağ un, şəkər tozu olan bütün qidaları misal göstərmək olar. Kompleks karbohidratlar, yəni mürəkkəb şəkərlər də az miqdarda istifadə olunmalıdır. Bunlar çərəzlərin, dənli bitkilərin, düyü, qriçka, pirlova və digərlərinin tərkibində olan şəkərlərə aiddir. Bunlar da bəlirli bir miqdarda istifadə olunmalıdır. Sahurda üstünlüyü zülal tərkibli və lif ağırlıqlı qidalara vermək lazımdır. Doymuş yağlar isə azaldılmalıdır. Bunlara zeytun, pendir, göyərti, tərəvəz məhsulları, ət məhsulları aid edilir. Ağ çörəkdən istifadə olunmamalıdır. Üstünlük çovdar və yaxud da kəpəkli çörəyə verilməlidir. İftarda isə iftar mütləq su ilə açılmalıdır, bol maye qəbul olunmalıdır, yenə zülal və lifli qidalara üstünlük verilməlidir, tərəvəzlərdən hazırlanan salatlar və ət xörəkləri mütləq olmalıdır. İftarla sahur arasında bol-bol maye içilməlidir. Bu zaman şəkərli və tünd içkilərdən istifadə olunmamalıdır. İftarla sahur arasında bir ara yemək də olmalıdır ki, bu zaman çərəzlərdən və meyvələrdən istifadə etmək olar. Meyvələrdə qan şəkərini çox yüksəyə qaldırdığı üçün bəlirli bir miqdarda gündə maksimum yarım kiloqrama qədər istifadə olunmalıdır. Növbəti tövsiyə idmanla məşğul olan pasiyentlər bilməlidir ki, fiziki aktivlik oruç tutulan zaman qan şəkərinin çox aşağı düşmə hallarına səbəb ola bilər. Odur ki, oruç tutulan zaman ağır fiziki işlər görülməməlidir. Bəs Ramazan ayında oruç tutan pasiyentlər orucu nə zaman pozmalıdırlar? Bu, bir sıra hallarda baş verə bilər. Birincisi, pasiyentdə çox yüksək şəkərlə qarşılaşarsa, qan şəkəri 300 mg desilitr və onun üzərində olarsa oruc pozulmalıdır. Bu zaman pasiyentdə güclü yanğı hissi, susama, gücsüzlük, halsızlıq, yorğunluq kimi simptomlarla özünü göstərə bilər. İkinci hal hipoglikemiya halı, yəni qan şəkərinin 70 mg desilitrdən aşağı düşdüyü hallardır ki, bu zaman pasiyentdə güclü acıma hissi, soyuq tərin gəlməsi, dizlərin əsməsi, halsızlıq, yorğunluq, əzginlik kimi simptomlarla özünü göstərir. Digər bir hal isə bədənin susuzlaşmasıdır ki, dehidratasiya halı, bu zaman pasiyentlərdə güclü yanğı hissi baş verir, özünü yorğun, əzgin hiss edir, digər günlərə nisbətən sidiyə daha az çıxır və sidiyin rəngi tündləşmiş olur. Bu hallar qeyd olunduğu zaman oruc pozulmalıdır. Verilmiş təlimatlara əməl etmək Ramazan ayında oruç tutan şəkərli diabetli pasiyentlərin sağlamlığı üçün daha faydalıdır. Allah hər kəsin orucunu qəbul etsin.